Salam, hörmətli dinləyicilər. Bugünkü dərsimiz faiz, nisbət, tənasüb. Birinci nisbətdən başlayırıq. Nisbət nə deyilir? Bir kəmiyyətin qiymətinin o biri kəmiyyətin qiymətinə bölünməsindən alınan qismətə nisbət deyilir. İki nisbətin bərabərliyinə isə tənasüb deyilir. Yəni, burada gördüyümüz kimi A bölü B yaxud A kəsr xətti ilə bölünsün B kimi işarə olunur. Burada nisbət, deməli, əvvəlki hədd digər həddin hansı hissəsi olduğunu, yaxud əvvəlki həddin sonraki həddən neçə dəfə kiçik olduğunu göstərir. Misal üçün, burada gördüyümüz kimi 3 bölü 6, yəni 3 6-nın 2də 1 hissəsidir. Və yaxud da 3 6-dan 2 dəfə kiçikdir. 45 böl 9 bərabərdir 5. Yəni 45 ədəd 9 ədədindən 5 dəfə böyükdür. Nisbətdəki kəmiyyətlər həmişə eyni ölçü vahidində olmalıdır. Yəni burada 3 kilometr bölünsün 1500 metr. Bu səhvdir. Yəni burada 3000 metr olmalıdır. 3 kilometr olmaz. Birində kilometr, birində metr yazılır. Yəni bunlar hər ikisi ya kilometr olmalıdır, ya hər ikisi metr olmalıdır. Burada 3 kilometr bölünsün 1500. Burada da 3000 metrə çevirib 3000 metr 1500 metr 2 böl 1 nisbətində. Yuxarıda isə 3 kilometr böl 1500 metr olduğu üçün bu səhvdir. O zaman biz bunu 3 kilometr, burada da ya 1500 kilometr olmalıdır və yaxud da burada 3 metr, burada da 1500 metr olmalıdır ki, o nisbətlər düz olsun. Tənasüb nə deyilir? İki nisbətin bərabərliyinə. Biraz əvvəl dedik ki, nisbətin tərifini verdik. Bir ədədin digər ədədə bölünməsindən alınan qismətə dedik ki, nisbət deyilir. İki nisbətin bərabərliyini isə tənasüb deyilir. Burada B və C orta hədlər, ortada durduğu üçün A və D kənar hədlərdir. Deməli, tənasübün məşhur əsas xassəsi var. Orta hədlərin hasılı kənar hədlərin hasılinə bərabərdir. Burada nisbətdə gördüyümüz kimi A bölü B bərabərdir C bölü D yazmışıq. Yəni, qırmızılar 1 vurulur, çarpaz vurulur. A vur D, B vur C. Burada da tənasübün kənar hədləri hasılı orta hədlərin hasılinə bərabərdir. Bu olur tənasübün əsas xassəsi. Yəni, burada hər zaman tənasübdə ortadakıları 1, qıraqdakıları da bir-birinə vurub bərabərləşdiririk. Orta hədlərin yerini dəyişə bilərik. B ilə C-nin yerini dəyişsək, yenə də doğru nisbət alınır. Eyni zamanda kənar hədlərin yerini də dəyişsək, A ilə D-nin yerini dəyişsək, yenə də doğru münasibət alınmış olar. Burada misalda da gördüyümüz kimi, tənasübün orta hədləri 24, 18, kənar hədlərdən biri 27 olarsa, o biri həddi tapın. Deməli, orta hədləri onda bir-birinə vursa, 24 vur 18, bərabərdir 27 vurulsun x. Buradan da tapsaq, deməli, 27, 18, hər ikisi 9-a sargısı, 24 vurulsun 2, bərabərdir 3 vur x. X də bərabərdir 48 böl 3, o da eləyər 16. Deməli, o biri kənar hədd olur 16. Burada da misallarda gördüyümüz kimi, yəni burada tənasüb verilib. Orta hədlər 5x-dir. 5 vur x bərabərdir 6 vur 65 və buradan x-i tapırıq 78 olur. Misaldakı 65 böl 5 bərabərdir x böl 6 yazmaq olarmı? Olar. Çünki burada yenə də 5 vur x bərabərdir 65 vur 6 alınmış olur. Yəni, bu kənar hədlərin yerini dəyişə bilərik. Eyni zamanda orta hədlərin də yerini dəyişə bilərik. Amma burada hər ikisini eyni anda dəyişsək, yenə də heç bir problem olmur. Yəni, burada 6 böl 65 böl x bərabərdir 5 böl 6 yazsaq da yenə də tənasüb pozulmur. Yəni, yenə 5x bərabərdir 65 vur 6 alınmış olur. Bu misalda isə gördüyümüz kimi bunu həll edən zaman çarpaz vururuq. X çıx 0,4, 2 vur 0,4. Buradan da 2-ni 0,4-ə vuranda 0,8, üstünə də 0,4 gələndə 1,2 olur. Yəni, burada yenə tənasübün xassələri olaraq kənar hədlərin yerini dəyişdikdə
Yenə doğru tənasib alır. Orta hədlərin yerini dəyişdi. Yenə doğru tənasib alınır. Yəni bunlar hər zaman doğrudur. Bu xassələri də yadda saxlamaq lazımdır. İndi 5-ci xassə olaraq A böl B bərabərdir C böl D olarsa A plus minus B bölünsün B. Bu niyə görə belə alınır? A bölünsün B üstə gəl 1, C bölünsün D üstə gəl 1. Hər tərəfə 1 əlavə edib və yaxud da çıxada bilərik. Orta məxrəc burada B olduğu üçün olur A üstə gəl B böl B bərabərdir C üstə gəl D böl D. Yəni bu A böl B ilə 1-i topladığımız zaman orta məxrəc olduğu kimi qalır B. B-ni vururuq 1-ə, toplayırıq A ilə. D-ni vururuq 1-ə, toplayırıq C ilə. Bunun çıxması da olanda burada da nə olur? Çıxma olur. Çıxma olan zaman burada da çıxma alınır. Sonra digər xassə əgər A1 böl B1, A2 böl B2 və s. A3 böl B3 bu şəkildə olarsa sürətlərin cəmindən məxrəclərin cəmi də bir-birinə bərabər olmuş olur. Yəni eyni zamanda burada yazsaq ki A böl B bərabərdir C böl D bərabərdir K yazsaq onda A plus C və yaxud da çıxılsın da olar. B plus minus D o da olur K. Yəni bunu ayrı-ayrıda da yaza bilərik. A üstə gəl C, B üstə gəl D bərabərdir K və yaxud da A çıx C bölünsün B çıx D bu da bərabərdir K olmuş olur. Yəni bu nisbətlər də hər zaman doğru olmuş olur. Sonra 7-ci xassədə A böl B bərabərdir C böl D. Elə bir ki, sürət məxrəci eyni bir ədədə vuranda, yəni MA böl MB, NC böl ND. Bu M-lər gedəndə yenə A böl B, C böl D olur. Bu demək ki, bərabərdir nə olur? Bu xassəyə görə sürətlərin cəmi bölünsün məxrəclərin cəmi. Bu xassə də hardan çıxmış olur? Bax, burada elə gördüyümüz kimi. Burada yazdığımız zaman, bunların yerini dəyişdiyimiz zaman A plus minus B bölünsün C plus minus D bərabərdir olur B böl D. B böl D də olur A böl C. Burada da bunların yerini biz dəyişə bilərik. Əgər B böl D yazdıqsa, onda A böl C yaza bilərik. Nəticədə yenə çarpaz vuranda A vur D, B vur C olur. Yenə də eyni tənasib alınır. Ona görə bu şəkildə yaza bilərik. Burada nümunədə də gördüyümüz kimi 2m bölünsün 4m bərabərdir 3m bölü 6m bərabərdir 2m plus 3m bölünsün 4m plus 6m o da bərabərdir elə 2-də 1-ə. Burada gördüyümüz kimi deməli dibin test topusunda olan sual A bölü B bərabərdir C bölü D bərabərdir K olarsa 6A çıxsın PC, 6B çıxsın 7D K olarsa P-ni tapın. Deməli, biraz əvvəlki qaydaya görə onda burada P neçə olmalıdır? 7 olmalıdır. Çünki 7 olarsa bu K-dırsa onda bu da K olar. Deməli, cavab olur P bərabərdir 7. Dibin test topusundakı 26-cı sualın həlli idi bu. İndi keçirik düz mütənasib asıllıq. İki asıl kəmiyyətdən biri neçə dəfə artırsa, digəri də həmin dəfə artarsa və yaxud da biri neçə dəfə azalırsa, digəri də həmin dəfə azalarsa, onda belə kəmiyyətlər düz mütənasib kəmiyyətlər adlanır. Yəni, birinin artması ilə digəri də artırsa, birinin azalması ilə digəri də azalarsa, bunlar gedir düz mütənasib kəmiyyətlər. Düz mütənasib asıl olan kəmiyyətlər. Düz mütənasib asıllıqda qrafiki olaraq belə olur, düstur olaraq bu şəkil olur. Y bərabərdir KX. Düz mütənasib asıllıq kəmiyyətləri nisbəti hər zaman sabit kəmiyyətdir. Burada gördüyümüz kimi, məsələ düşən zaman, həll edən zaman, məsələn, 3 qələmin qiyməti 80 qəpik olarsa, 12 qələmin qiymətini tapın. Deməli, burada qələmin sayı ilə qiyməti düz mütənasib asılıdır. Çünki qələmin sayı artdıqca onun qiyməti də artır. Qələmlərin ümumi qiyməti də artır. Ona görə düz mütənasib asıllıq olur. Düz mütənasib asıllığı məsələlərin tənasibini quran zaman çarpaz vurmaq lazımdır. 3 qələm 80 qəpik, 12 qələm x qəpik.
O zaman burada ne alırıq? 3 vur x bərabərdir 12 vur 80. Buradan da x bərabərdir 4 vur 80, 320 qəpik. Cavab alırıq. Deməli, 12 qələmin qiyməti 320 qəpik olur. Biraz əvvəl dedik ki, düz mütənasib asır kəmiyyətlərin qiymətləri nisbəti sabitdir. Yəni 3 böl 80 bərabərdir 12 böl x. Ona görə burada çarpaz olur. Nisbət sabit olduğu üçün 3 böl 80 12 böl x. Və 3x bərabərdir 12 vur 80. Buradan tapmış oluruq. İndi keçirik. Belə demin test topusunda olan belə bir dənə sual var. Bunun həllinə. Deməli, hər bölgəyə eyni vaxt sərf etməklə taxta parçasını 3 ayrı hissəyə ayırmaq üçün 4 dəqiqə lazımdır. Bu taxta parçasını 6 hissəyə ayırmaq üçün neçə dəqiqə lazımdır? Deməli, taxta parçasını 3 yerə ayırmaq üçün taxtanı 2 yerdən kəsməliyik. 1, 2, 3. Birinci hissə, ikinci hissə, üçüncü hissə. Amma biz neçə yerdən kəsdik taxtanı? 2 hissədən. Deməli, 2 yerdən kəsmək üçün 4 dəqiqə lazımdırsa, 6 hissəyə bölmək üçün 5 yerdən kəsmək lazımdır. 5 yerdən kəsmək üçün x dəqiqə lazımdır. Buradan da alırıq ki, 2 vur x bərabərdir 5 vur 4. X də bərabərdir nə olur? 10. Deməli, cavab olur 10'dur. 6 hissəyə ayırmaq üçün 10 dəqiqə vaxt lazımdır. İndi iki aslı kəmiyyətdən biri bir neçə dəfə artdıqda, azaldıqda, digəri həmin dəfə azalarsa və yaxud da artarsa, azaldıqda artar, artdıqda isə azalarsa, yəni birinin artması ilə digəri azalarsa, birinin azalması ilə digəri artarsa, bunlar gedir tərs mütənasib aslı kəmiyyətlər. Tərs mütənasib aslı kəmiyyətlərin hasili hər zaman sabit olur. Ümumi olaraq, qrafik olaraq da bu şəkildə olur. Yəni, x böyüyür, y azalır. Biri böyüyür, digəri kiçəlir. Hər zaman qayda belədir. Birinin artması ilə digəri azalır və yaxud birinin azalması ilə digəri artır. Onda bunlar olur tərs mütənasib aslı kəmiyyətlər. Tərs mütənasib aslı kəmiyyətlər tənasib quran zaman düzünə vurmaq lazımdır. Biraz əvvəl dedik ki, tərs mütənasib aslı kəmiyyətlərdə hasil nə olur? Sabit olur. Amma düz mütənasib aslı kəmiyyətlərdə nisbət sabit olurdu. Yəni, burada hasil sabit olur. 6 fəali 24 saatı görürsə, 8 fəali x saata görmüş olur. Burada da tənasibdə düzünə vururuq və x-i tapırıq 18. Deməli, cavab olur 18. Düz və tərs mütənasiblik. İndi bəzən ədədi misal üçün 100 ədədini tutaq ki 4 hissəyə bölürük. Burada 4 bərabər hissəyə bölürük. Hər bir hissədə olur 25. 25, 25, 20. Tutaq ki 100 metr uzunluğunda ip var. Onu 4 bərabər hissəyə bölürük. Hər hissə olur 25, 25, 25. Amma ədədin düz mütənasib hissələrə bölünməsi, yəni 2 və ya daha çox sayda bərabər olmayan hissələrə bölünməsi. Məsələn, 2, 3, 5 nisbətində bölürük 100 ədədini. Yəni 100 ədədini 3 hissəyə bölürük, amma o hissələr 2, 3, 5 nisbətində olur. Onda 2k, 3k, 5k bərabərdir 100 yazırıq. 10k bərabərdir 100k olur 10. Birinci ədəd deməli 20, 30, 50. Demək ki, 100 ədədini 3 hissəyə bölürük, amma bu hissələr bir-birinə bərabər deyil. 20, 30, 50 olub. Ona görə buna deyil, düz mütənasib hissələrə bölmə. Tərs mütənasib hissələrə bölməkdə isə, deməli 14 ədədini 6-8 ədədlərlə tərs mütənasib hissələrə bölürüksə, onda tərsini götürürük. 1 bölü 6, 1 bölü 8. Yəni 6'da 1k, üstə gəl 8'də 1k bərabərdir 14. Və buradan k-nı tapsaq k olur 18. Sonra birinci ədədimiz 6'da 1k, 6'da 1 vur 48. 8'də 1k, 8'də 1 vur 48, 6. Deməli, o 8 və ilə 6 olmuş olur. Deməli, tərs mütənasib dediyi zaman
verilən hissələrin tərsini götürüb yazmaq lazımdır. M bölünsün P vur K kəsirində MPK M-i 3 dəfə artırıb dimin test topusunda olan sualdır. K-nı isə 3 dəfə azda kəsirin qiyməti necə dəyişər? Deməli, burada M və K necə kəmiyyətlər? Tərs mütənasibdir. Biri artırsa, deməli, nisbət burada K-nı 3 dəfə azaltdıqda, K 3 dəfə artırsa və yaxud da kəsir kimi baxsaq, kəsirin məxrəci azaldıqda kəsirin qiyməti artır. Kəsirin sürəti artdıqda kəsirin qiyməti artır. Sürət artdıqda artır, məxrəcdə isə tərsinədir. Sürət azalırsa artır, artırsa azalır. İndi M 3 dəfə artıb, K da 3 dəfə azalıb. Deməli, 3 dəfə sürətə görə artıb, 3 dəfə də məxrəcə görə artıb. Ona görə deyək ki, 9 dəfə artar. Burada isə bunlar bir-birinə bərabər olması üçün M-i götürürük 2-də 3, M-i götürürük 2-də 3, N-i götürürük 3-də 4, K-nı götürürük 4-də 5. Çünki bunların yerinə M-in yerinə 2-də 3 yazsaq, N-in yerinə 3-də 4 yazsaq, K-nın yerinə 4-də 5 yazsaq, bunlar hər üçü 1-ə bərabər olmuşdur. Və yaxud da 1 götürsək, 3 bölü 2M bərabərdir 1. Buradan 2M bərabərdir 3-ə. M bərabərdə alırıq 2-də 3. Bu şəkildə və yaxud da bu 1-in yerinə 2-də yaza bilərsiniz. K da yaza bilərsiniz ümumi olaraq. Deməli, burada sürət məxrəc arasında hamısı da fərq 1 olduğu üçün 2-də 3, 3-də 4, 4-də 5. Sürət məxrəc arasında fərq eyni olduğu üçün düzgün olmayan kəsirlərdə sürət məxrəci kiçik olan böyük olurdu. Ona görə kiçik olan böyük olduğuna görə burada ən böyük olan da ən kiçik olacaq. Yəni K kiçikdir N, o da kiçikdir M. Yəni cavab olur A bəndi. İndi sürətləri 1, 3, 7, məxrəcləri 2, 5, 10 nisbətində olan 3 kəsirin ədədi ortası 25-də 12-dir. Bu, dimin test topusunda olan sualdır. Deməli, sürətləri 1, 3, 7, məxrəcləri 2, 5, 10. Ona görə yazırıq K bölü 2M, 3K bölü 5M, 7K bölü 10M. Deməli, bərabərdir. Ədədi ortada olanda toplayıb 3-ə bölürük. Yəni, bunu biz bu şəkildə də yaza bilərdik. K bölü 2M üstə gəl 3K bölü 5M, 7K bölü 10M bölünsün 3. Bərabərdir 25-də 12. Bu şəkildə də yazmaq olardı. Amma burada bu şəkildə yazmışıq. Deməli, bunu toplayanda olardı 54K bölünsün 30M 3-də 1. Burada 54 ilə 3 ixtisar getsə qalır 18K bölü 30M. Burada da 18 ilə 30 6 ixtisar getsə qalır 5M 3K bərabərdir 25-də 12. Bizdən də ikinci kəsir soruşur. İkinci kəsirimizdə 3K bölü 5M aldıq 25-də 12. Yəni, ikinci kəsir ixtisar olunmayan 12, 25-də 12-nin cəminə bərabər, 12 və 15-in 25-in cəminə bərabər olur. Keçdik buranda. Ədədin indi keçirik faiz. Faiz nə deməkdir? Faiz işarəsi ədədin %1 hissəsi deməkdir. Yəni, bu işarə hər zaman %1 deməkdir. Faizin ədədə çevrilməsi deyəndə, məsələn, 100 vurulsun bu işarəni gördüyümüz kimi 80 vur %1 deməli. 80 vur %1 o deyilir 0.8. Ədədi faizə çevirən zaman isə ədədi 100%-ə vurmaq lazımdır. 0.4 vur 100%, bu deyilir 40%. 1.2 vur 100%, bu deyilir 120%. Deməli, faizi ədədə çevirəndə faiz göstərən ədədi 100-ə bölmək lazımdır. Ədədi faizə çevirən zaman ədədi 100%-ə vurmaq lazımdır. İndi faizə aid digər məsələ ədədin faizinin tapılması. Ədədin faizini tapmaqdan ötürü ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Məsələn, buradakı misalda nə olur? 2000-ci ildə qəbula düşən sualdır.
Burada 15 ədədi 750-nin neçə faizini təşkil edir? Bu hələ digər üçüncü qaydayətdir. Bu qalsın, sonra bunu izah edərik. Misal üçün deyək ki, 30 ədədinin 40 faizini tapın. 30 ədədinin 40 faizi nə olacaq onda? 30 vur 40 böl 100. Olur neçə? 12. Və yaxud da 30-100 faizdirsə, tənasüblə yazası olsaq, 40 faiz olur x. Tənasüb kimdə yazında? 30 vur 40 bərabərdir 100x. X sayıda 30 vur 40 bölü 100 bu. Yəni bu çox sadə bir qaydadır. Digər bir məsələ isə faizə görə ədədin tapılmasıdır. Burada isə ədədi faiz göstərən ədəd bölüb 100-ə vurmaq lazımdır. Misal üçün 30 faizi 60 olan ədəd. Bunun üçün yazacağıq 60 vur 100 böl 30. Bu belədir 200. Və ya tənasüblə də yaza bilərik. 30 faizi 60-dırsa 30 faizi 60-dırsa 100 faiz olur x. 100 faiz x. Belə də yazmaq olar. Digər bir məsələ isə 2 ədədin faiz nisbəti adlanır. Yəni A ədədi B ədədin neçə faiz olduğunu tapmaq üçün birinci ədədi ikinci ədədə bölüb 100 faizə vurmaq lazımdır. Məsələn, 3 4-ün neçə faizdir? 3 bölü 4 vurulsun 100 faiz. 5 20-nin neçə faizdir? 5 bölünsün 20 vurulsun 100 faiz. Bu deyilir neçə? 25 faiz. Deməli, 500-ün 5 20-nin 25 faiz olmuş olur. 6-cı məsələsi kəmiyyətin dəyişməsinin faizlə ifadəsi. Burada əgər malın qiyməti və yaxud da əhali artımı ola bilər, hər hansı bir şey ola bilər. A-dan B-yə qədər artıbsa, o artımı faizlə göstərmək üçün fərqi bölürük. Nə hardan artıbsa, yəni əvvəlki qiymətə vururuq 100%. Məsələn, burada misalda gördüyümüz kimi 800 manatdan 600 manata indirilib. 800 manatdan 600 manata indirilib. Yəni 200 manat aşağı düşüb. Onda 200, 800 çıx 600 bölü 800 vurulsun 100%. Yəni 200 bölünsün, fərq bölünsün. Arada fərq 200 olub da. 800 vurulsun 100%. Bu dedik 25%. Və yaxud da 200 manat azalıb. 800 100%-də 200 oldu 25%. Deməli 25% tənasüblə də bu şəkildə yazmaq olar. İndi burada biraz əvvəl qəbulda düşən məsələn bu sualın 2 ədədin faiz nisbətinə görə 15 ədəd deyil 750-nin neçə faizini təşkil edir. Yenə faizə aid olan digər məsələdə 2 ədədin nisbətinin faiz nisbətini tapanda 15-i bölürük 750-yə vururuq 100%. Bu deyilir, deməli, burada sıfırlar gedir. 150 bölü 75 faiz. Bu deyilir 2 faiz. Cavab oldu 2 faiz. Sonra burada dimdə olan test topsu sualıdır. 3x bölü 5y bərabər 9 bölü 10. Bunu bu şəkildə nisbət şəklində yazırıq. Sonra 3 ilə 9x çar gedir. 5 ilə də 10x çar gedir. Qalır 2, 3 bölü 2. Meyvə qurulduqda öz çəkisinin 80%-ni itirir. 64 kiloqram quru meyvə almaq üçün nə qədər meyvə götürmək lazımdır? Deməli, 80%-ni itirir, 64 kiloqram qalır. 64 kiloqram quru meyvə almaq üçün, yəni 20%-i 64 olan ədədi tapmalıyıq. Onun üçün də ədədi faiz göstərəni də bölüb 100-ə vururuq. Çünki 80% itirsə 20% qalır. Biz tapaq ki, bu 64 hansı ədədin 20% edir? O da 320-nin deməli 20%-i 64-ə bərabərdir. Yəni 320 kiloqram meyvə götürməliyik ki, o quruyanda 64 kiloqram quru meyvə qalsın. İndi gəlirik müxtəlif faiz məsələlərinə. Gəlir ziyan məsələsi. Burada düstur formatında da yadda saxlaya bilərsiniz. Yəni P faiz gəlirlə deyəndə 100 plus 100 vurulsun B, B manata satılan 100 vur B bölünsün 100 plus B. Ziyanla satılanda isə çıxılır. Və yaxud da 10% gəlirlə dediyi üçün, yəni 110 faizi 220 olubsa,
Əvvəlki qiymət, ilkin qiymət burada nə olur? X olur. Bu da tənasüblə yazanda 220 vurulsun 100 bölünsün 110. O da olur 200 manat. Deməli, əvvəlki qiyməti olub 200 manat. 10% gəlirlə satıb 220 manata. Ziyanla deyəndə də 100-dən çıxırıq 10%. Məsələn, 10% ziyanla desəydi, onda 90% 220-sə 100% X olacaqdı. Yəni, gəlirlə deyəndə 100 plus X, ziyanla deyəndə 100 minus, daha doğrusu faiz. Gəlir deyəndə 100 plus faiz, ziyan deyəndə 100 minus faiz. Yəni, neçə faiz ziyanla satılıbsa. Sadə faiz artım düsturu. Burada misalda gördüyümüz kimi düstur formatı belədir. 1 plus minus P vur M böl 100. Burada P faizdir. Neçə faizdir gəlir verirsə və yaxud da neçə faiz ziyana işləyirsə. Burada N isə illərin sayıdır. Məsələn, 1000 manat illik faiz 4% ilə 2 il üçün depozit qoyulub. 2 ilin sonunda nə qədər məbləğ ediləcəkdir. Burada hər ilin sonu 40 manat. 1000-in 44%-i 40 manat eləyir. Toplamda 80 manat gəlir əldə olur. Düsturla yazanda ilkin qoyulan pul budur, 1000 manat. 1 plus 4 faiz P4, N də illərin sayı 2-dir, 1080. Yəni, burada sadə faiz artımı düsturunda əvvəlki qoyulan pul 1000 manatdır. Bunun hər il 4% qədər gəlir verir. Yəni, hər il burada 40 manat gəlir olur. Burada əlavə gəlir, ilkin qoyulan məbləğin 4% qədər gəlir olur. Onu da düstur formatında bu şəkildə yazmış oluruq. Mürəkkəb faiz düsturunda isə hər il yeni qiymət P faiz gəlir. Məsələn, burada S kəmiyyəti müəyyən zaman müddətində P faiz artır və yaxud da azalır. Azalır deyəndə çıxılır, artır deyəndə toplanır. Burada yəni əmək kasasına qoyulan 5000 manat hər il 20% artarsa, birinci il 20% artdı, 5000-in 20% eləyir 1000 manat, elədi 6000 manat. Növbəti il olacaq 6000-in 20%, 6000-in də 20% olur 20% olur 1200. O da olur 6000 20% olur 1200. 6000 üstə gəlir. Artıq burada 6000 üzərinə 1200 gəlir. Olur 7200. Amma hazır düstur formatında olur 5000 qoyulan ilkin məbləğ 20% gəlirindən 2 il. M burada illərin sayıdır. Bu şəkildə tapmış oluruq. Yəni, mürəkkəb faiz düsturunda hər il yeni qiymət 5000'de 20% oldu 6000, sonra 6000'in 20% üstüne gelir. Sonra 7200'in 20% gelir. Sonra o növbəti qiymətin 20% üstüne gelir. Yəni hər dəfə yeni alınan miqdarın 20% arta gedir. Amma sadə faiz üstündə ilkin məbləğ nədirsə elə onun 20% olur. Bu da mürəkkəb faiz düsturu. İndi gəldik məhlul məsələlərinə. M1 kütləli P1 faizli məhlulla M2 kütləli P2 faizli məhlul qarışdırsaq, alınan məhlulun neçə faizli olduğunu tapa bilərik. Və yaxud P faizli olarsa, onda aşağıdakı kimi düstur yazırıq. Deməli, qarışdırdığımıza görə vurur. M1 vurulsun P1, M2 vur P2 toplanır. Üst-üstə tökürük. Ona görə burada olur M1 plus 2, M2 vurulsun P. Burada da misalda gördüyümüz kimi 20 vur 10, üstə gəl 10 vur 40, bərabər toplam neçə oldu? 30 litir. 30 vur X. X'i tapdıq 20. Və yaxud da bunu belə də tapa bilərik. Birinci 20-nin 10%'ini tapsaq, 20 vur 10 böl 100. Bu elədir 2 litir. 2 litir. İkinci də 10'un 40%'ini tapsaq, bu da elədir 4 litir. Deməli, toplam hər iki məhlulda üst-üstə gələndə toplanır. 6 litr duz olacaq. Məhlulumuz neçə olacaq? 20 litrlə 10 litri qarışdırsa olur 30 litr. 6 30'un neçə faizidir? Yəni bu 30'un içərisində 6 litr duz var. Bu da neçə olur? 20%. Yəni bu şəkildə də tapa bilərsiniz. Hər birinin içərisində duzu ayrı-ayrı taparsınız. Sonra duzların cəmi bölünsün məhlulların cəmi. Bu şəkildə də neçə faizli məhlul olduğunu tapmış olarsınız. İndi gəlirik düzbucaqlı məsələlərinə. Düzbucaqlı məsələlərin də düstur formatında düzbucağın eni P1 faiz artırıb
enini P2% artırsa və yaxud da azaltsaq, onda sahə aşağıdakı kimi azalar. Deməli, artma olanda plus olur, azalma olanda məsələn P2% azaltma deyilsə, burada çıx olur. Burada da P1 vur mənfi P2 olacaq. Bax, burada misalda gördüyümüz kimi enini 20% artırıb, uzunluğu 30% azaltsa ona görə minus olub. Üstə gəlir 20 vur mənfi 30 bölü 100 bərabərdir. Cavab alınır mənfi. Mənfi alanda da azalma deməkdir. Və yaxud da bunu belə də yaza bilərik. Deməli, bunu kvadrat götürsək, kvadrat özü də düzbucaqlıdır. Hər tərəfini 10 götürsək, kvadratın bir tərəfini 20% artırsaq, bir tərəfini də 30% azsaq, onu 20% artırsaq, onun 20% nə olur? 10 vur 20 bölü 100 2, edir 12. Onun 30% neçə edir? 30. 10 çıx 30 elədi 7. 7 vur 12 bu oldu 84%. Bu da oldu 100%. 100%-dən 84%-ə düşübsə, 20% artıb 30% azaltdıqda, deməli 16% azalır. Yəni, düstur yadınızdan çıxsa, bu şəkildə də tapa bilərsiniz. Və yaxud da, digər məsələ burada P% artırıb, P% azaltsaq, P kvadrat bölü 100% deyir. Bunu da eyni şəkildə belə də yaza bilərsiniz. 100 üstə gəl P, 100 çıx P, bölünsün 100. Bu şəkildə də yazmaq olar. Ədədi 20% artırıb, yəni 100 plus 20 bölünsün 100 minus 20 bölünsün 100. Bu da neçə olur? 120 vur 120 vur 120 vur 80 böl 100. Bu da eləyir 96. Deməli 96 idi. Əvvəl 100 idi. Elə bir gəldi düşdü 96-ya. Deməli 4% aldı. Yəni biz 100 üzərindən gəlmişdik. 100 götürmüşük. 100'ü 20% artırıb 20% də azaltmışıq. Onları bir-birinə vurmuşuq. Olub 96. Və yaxud da düstur kimi. Elə 20 vur 20 böl 100. Bu da olur nə? 4. Burada niyə görə həmişə cavab azalır? Çünki biri artıb, biri azalıbsa, biri müsbət, biri mənfi olur. Bu da mənfi 4 alınır. Mənfi 4 alınanda da azalma deməkdir. Burada isə cavab alınır 96%. Elə ki 100 idi, oldu 96. Yəni 4% azalmış oldu. Yəni bu şəkildə də tapa bilərsiniz. İndi burada yenə digər bir düstur əlavə olaraq A ədədi B ədədinin P faizi isə B ədədi A ədədinin neçə faizdir? Bunu da düstur şəklində də yazmaq olar, düstursuz da yazmaq olar. A ədədi B ədədinin 40%-dir. Yəni A bərabərdir 40% %40 deməkdir. Onda B ədədi A ədədi neçə faizdir? B bərabərdir. Buradan tapırıq 100-ə. Deməli 100A böl 40. Bu da 100A böl 40. Deməli olur 5 böl 2. 2 tam onda 5. A olur. Bunu da 100'ə vuranda neçə olur? 250%. Yəni belə də tapa bilərsiniz. Amma düstur formada birbaşa cavabı almış olursunuz. Yəni A B'nin 40%-dir, %40B'dir. B bərabərdir 40'da 100A. Bu da 2,5. Onu da 100'ə vuranda 250% olmuş olur. Digər bir məsələ A ədədi B ədədinin P faiz çoxdur. B ədədi A ədədinin neçə faiz azdır? Bunu da düstur şəklində belə yaza bilərsiniz. 100 vur P, çox olanda plus olur, az olanda minus olur. Yəni bunu da belə yazmaq olar. A ədədi B ədədinin 20% çoxdur. Yəni A B'nin 120%-dir. 1,2B. Onda B nəyə bərabərdir? B bərabərdir A böl 1,2. Bu da yəni 10A bölünsün 12. Bunu da 2'yə ixtisar getsə qalır 6'da 5A. 6'da 5'i də 100%'ə vuranda onda nə olur? 500 böl 6. Buradan da olur deməli 3 6'nın 3 6 nədir? 3 daha doğrusu 500 bölünsün 6. 5 böl 6. 5'də neçə dənə? 9, 8 dəfə. 8 6'nın 48. Buradan oldu 20. 3 6'nın 18.
Bu da 20. Bu da eləyir 83 tam. 83 tam. Qalıq 2 olduğu üçün 6'da 2 faiz. Və yaxud da 83 tam 6'da 1. Buradan da 100'dən də nəyi çıxırsınız? 83 tam 6'da 1 və yaxud da 3'də 1 yaza bilərsiniz. Bu da eləyir 16 tam 3'də 2. Yəni aldığınız həmişə cavabı 100'dən böyüdürsə 100'ü çıxırsınız. 100'dən kiçiksə 100'dən çıxırsınız. 83'də məsələn 3'də 1. Bu da oldu 16 tam 3'də 2. Yəni düsturu bilməsəniz, yadınızdansa bu şəkildə yaza bilərsiniz. Yəni AB-dən 20% çoxdur. Yəni 1,120%, o da 1,2 olur. B bərabərdir A böl 1,2. Buradan da sürət məxrəci 10'a vururuq. Sonra da bunu faizə çevirmək üçün 100%-ə vururuq. Və yaxud da belə də yaza bilərik. AB-dən P faiz çoxdur. Yəni AB-nin 120%-dir. AB-nin 120%. Onda B-anın nə olurdu? 10.000 böl 120. Bu düstura görə. Bax, bu düstura görə. Buradan da gedir, qalır nə? Deməli, 10.000 böl 120 qalır 1000 böl 12. Bu da 2x çərgisi 500 böl 6. Elə biraz əvvəl yazdığımız kimi artı 500 böl 6 gəlib almışdır. Buradan da cavabı tapırsınız, sonra 100'dən həmin cavabı çıxırsınız. Gəlir, bu cavab çıxmış olur. Sonra deməli, A ədədi B ədədinin P1 faizi, B ədədi C ədədinin P2 faizi olarsa, onda A ədədi C ədədinin P1 vur P2 böl 100%. Bunu da düstur şəklində də yad saxlaya bilərsiniz və yaxud da düstur olmasa A bərabərdir 0 %20B, %20-də 5'də 1B yaza bilərsiniz. B ədədi C ədədinin %60, yəni 5'də 3, C-nin 5'də 60%, yəni 5'də 3 hissəsi olarsa, deyir onda A ədədi C ədədinin neçə faizi? A bərabərdir 5'də 1 vur B. B-nin də yerinə yazırıq nə? 5'də 1 vur 5'də 3 C. B1'in yerinə yazırıq 5'də 3 C. Bu da eləyir 25'də 3 C. Deməli, A bərabərdir 25'də 3 C. Bunu da 100%-ə vuranda 25'də 3'ü 100'ə vuranda 100% olur neçə? 12%. Düzdür, belə düstur yazıdan çıxıbsa bu şəkildə tıpa bilərsiniz. Amma düstur şəklində elə nə olur? 20 vur 60 bölünsün 100 olur 12%. Birbaşa cavabı almış olursunuz. Sonra gəlirik. Ədəd n dəfə artarsa n çıx 1 vur 100% artır. Bu da məsələn ədədi götürün 100. Ədəd olsun 100. 100'ü 4 dəfə artırsaq, 4 dəfə artırsaq nə olar? 400 olar. Bu 100%'dir. Bu isə 400% oldu. 100%, 400%. Fərq nə qədər oldu? 300%. Deməli, bunu da bu şəkildə tıpa bilərsiniz. Amma düstur formatında da bu şəkildədir. 3 dəfə artsa 3 çıx 1 vur 100, 200. 10 dəfə artarsa 10 çıx 1, 900% artır. Yəni, neçə dəfə deyirsə, onun bir vayda azaldıb 100'ə vurmaq lazımdır. 8 dəfə deyirsə, 700% artır. Bu artma. Bir də var azalma. Azalmanı da necə götür? Məsələn, ədəd n dəfə azalıb. Yenə ədədi 100 götürüb 5 dəfə azalsa. Nə olur onda? 100 böl 5. Qalır neçə? 20. 100 100%'dir. 20 də 20% oldu. Yəni 100'dən düşdü 20'yə. Neçə faiz azalıb? 80%. Düstur şəklində də mən dedim 5 dəfə. Deməli, nə olur onda? 5 çıx 1 böl 5 çıx 1 bölünsün 4. Nə olur onda? Düstur 5 dəfə demiş ha. 5 çıx 1 böl 5. Olur 5'də 4. Bunu da 100%'ə vuranda olur nə? 80% azalmış olur. İndi gəlirik ədəd neçə faiz artarsa neçə dəfə artar. 30% artarsa deməli 100 plus 30. Elə bir ki ədədimiz 100'dür. Onu 30% artırdı. Oldu 130. 100 idi 130.
130 bölü 100 1,3 dəfə artdı. 20% azaldı. 20% azaldısa qaldı nə? 100 idi, oldu 80. 100 də 80-ə böləndə 1,25 dəfə azalar. Yəni neçə faiz azalırsa, ədədimizi götürürük 100. Məsələn, 40% azalırsa, nə olur? 100 böl 60 olur. Yəni 100 çıx 40. 100-ü bölürük 60-a neçə dəfə azaldığını tapmış oluruq. Buradakı misalda isə 30% ilə 70% ilə 30%-in fərqi elə 40% edir. 120 vur 40 edir 48. 70-in 40% ilə 20-nin 40%, 70 plus 20 hər ikisində faiz eyni olduğu üçün ədədləri toplayıb elə 40%-in tapmaq olar. Şagirdin tapşırığı ustanın tapşırığının 5də 4-ünü təşkil edir. Ustanın tapşırığı şagirdin tapşırığına neçə faiz çoxdur? Deməli, şagirdin tapşırığı ustanın tapşırığının 80% isə ustanın tapşırığı şagirdin tapşırığının 5 böl 4, yəni 125% çox olmuş olur. Burada isə Dimin test topusunda olan sualdır. Deməli, yeni biçilmiş otun nəmliyi 85%, quru otun nəmliyi 10% olarsa, 15 ton yeni biçilmiş otdan neçə ton quru ot alınır? Yəni, nəmliyi 85%dirsə, quruluq qalır 15%. 100 çıx 85, 15%. 15-in də 15%-ni tapan zaman alırıq neçə? 2,25. 225 bölü 100, 2,25. Halbuki quru otun nəmliyi 10%dir. Onda bu 90% qurudur. Yəni 100% qurumayıb. Onda deyir, neçə ton quru ot alınır? Nəmliyi 10% olan 15 ton biçilmiş otdan neçə ton quru ot alınır? Deməli, 15 vur 15 bölü 100 bu tam qurusaydı olardı. Amma onun içərisində 10% nəmliyi var. Yəni, quruluq 90%-dir. Onda x vur 90 bölü 100 bərabərdir 15 vur 15 bölü 100. Buradan da x alırıq 2,5 ton. Deməli, 15 ton yeni biçilmiş otdan içində nəmliyi 10% olan 2,5 ton quru ot almış olaraq. Burada isə 2020-də buraxışa düşən sual. Deməli, əşin əvvəlcə 70%. 70% görülübsə, 100 çıx 70. Qalıb 30%. Yəni də 100 götürsə, 100-ün 30%. Sonra qalan işin 20% görülüb. Deməli, qalan işin də 20% görülüb, qalıb neçə? 80%. Burada da deyik, görülməmiş. Onda 30-un da görülməmişi soruşursa, elə birbaşa 80%-ni tapırıq. Bu da neçə olur? 24. Biz 100 götürmüşdük də. 100 götürdüyümüzə görə elə 100-ün də 24 elə 100-ün 24% olur. Yəni cavab olur 24% görülməmiş olacaq. Cavab olur C bəndi. Bunu belə də tamam olar. Əvvəlcə 70% görüldü, qaldı 30%. Yəni 30 görülüb, qalıb iş. İndi 30-un da 20%-ni tapırsanız, 30-un 20%-i nə olur? 6. Sonra bu 30-dan da 6 çıxırıq 24. Bu şəkildə də yazmaq olar. Sonra belə bir dənə sual var burada. Bu da tənasüb aiddir. Eyni məhsuldarlıqla işləyən 30 traktor müəyyən işi sahəni deməli 13 günə şumlaya bilir. Traktorların sayını 30% artırsaq. Yəni 30 traktor 13 günə şumlar. 30 traktoru 30% artırsaq, yəni 30 vur 130 bölü 100, 39 traktor olur. 30% artanda birbaşa 130%-ni tapırıq. 30%-ni tapıb üstünə də gələ bilər. Amma birbaşa 30% artırsa ilə 130%-ni tapırıq. 39 traktor x günə. Burada isə tərs mütənasibliyi var. Yəni 30 vur 13 bərabərdir 39 vur x. X də burada bərabərdir, qalır 10. Deməli, 30% artarsa həmin sahəni 10 günə şumlayar traktorlar. Burada isə 2024-cü il 2-ci qrup qəbula düşən sual deyib 500 kiloqram 15%li duz məhlulundan neçə kiloqram su buxarlandırmaq lazımdır ki 25%-i məhlulansın. Birinci üsul, deməli 500 vurulsun 15 bərabərdir 500 çıxılsın x vurulsun 25.
Burada isə 500-dən 25 xəsər getsə, deməli qalır 20 vur 15. 500 çıxılsın x. Bu da eləyir 300 bərabərdir 500 çıx x. X də bərabər də olur 200. İkinci isə deməli, birinci 500-ün 15% duzdur. 500 vur 15 bölü 100, 75 kiloqram deməli məhlul içərisində duz var. İndi deyir ki, nə qədər buxarlanmaq. Buxarlanmaq deyəndə 500 kiloqram məhluludur. O azalır. Yəni 500 çıxılsın x olur. 75 kiloqram, onda 500 çıx x-in olur 25%. Yəni nə qədər su buxarlanmalıdır ki, 25% olmalıdır. Yəni %25. Buradan da 75 ilə 25 x-a gedir. Onda nə qalır? 3 bölünsün 500 minus x bərabərdir 1 böl 100. Buradan da 500 çıx x bərabərdir 300. X də bərabər olur 200. Yenə eyni cavab alınır. Əslində birinci düstur, məhlul düsturu yazdıq. Demək, M1 vurulsun. Burada laf başda düsturu yazmışdıq. Düsturu təkrar göstərim mən bir dəqiqə. Bu düstura görə M1 kütləli P1 fazı ilə M2 kütləli P2 fazı məhlul qarışdırsaq. Burada çıxımı deməli 500 litr 15%-dir. Burada buxarlanma dediyi üçün çıxırıq. Su buxarlanır deyə duz olmur da, onun tərkibində 0% duz olur. X vur 0 bərabərdir 500 çıx x. Burada toplanır, burada çıxılır. Buxarlanır deyə çıxılır. 500 çıx x vurulsun 25. Və buradan cavabı əslində elə bu, yəni bu bərabərliyə gəlib çıxmış olur. Buradan da cavabı almış oluruq. Bu da belə məhlul məsələsi. Yəni bu tənlik ilə bu tənlik eynidir. 500 vur 15, 500 çıx x vur 25. Buradan həll edib tap. Birinci yolla da, ikinci yolla da tapa bilərik. Bununla da dərsimizi yekunlaşdırırıq. Sağ olun, özünüzə yaxşı baxın.